Qapalı məkanlarda işıqlandırmanı necə yaradırıq? Birinci növbədə işıqlandırmanı dəqiq yaratmaq üçün bir materialdan istifadə edirik. Material editörü açırıq və birinci materialımızı yaradırıq. Sadə physical MTL materialıdır. Orta parlaqlıq verir. Əsas nüanslardan biri, əgər sizin məkanınız tünd tonlardadırsa, qara tonlar daha çoxdursa, materialımızın rəngini tünd edirik. 60-80 civarında. Əgər əksinə bizim materiallar daha çox açıq tonlardadırsa, 120-180 diapazonda istifadə edə bilirik. Sonra render setup açırıq və burada scene bölməsində render overrides var. Burada MTL overrides aktiv edirik və bizim materialı non bölməsinə əlavə edirik. Burada preserve menüsü var. Onu açırıq və əgər səhnəmizdə güzgü, şüşə, bank elementlər varsa, onları görmək üçün bunları aktiv edirik. Top görünüşə keçirik. 2 dənə spot var və sadə Corona Light yaradırıq. Formasını disk seçirik. Bunu yaradırıq burada. Corona Light'ın ayarlarına keçirik. Burada əsas parametrlərimiz gücümüzdür, intensity, işığın vurma dərəcəsidir və görünüşü. Visible söndürürük, renderdə görsənməsin. Occluded söndürürük. Bizim Corona Light özündən işıq buraxabilir. Əlavə bura bir dənə işıq qoysaq, Corona Light o işığı buraxacaq. İnteraktivi qoşaq və görək işığımız neyir. İnteraktivdə renderimizə biraz ekspozisiya qata bilərik. Qapalı məkanlarda maraqlı işıq olması üçün ES kömək edir. Light'ın aşağısında ES var. Non bölməsinə klik edirik və açılan pəncərədə cürbəcür ES-lərdir. Bəyəndiyimizi seçirik. Görürük ki, artıq işığın vurma forması dəyişir. Yəni bu işığımızı kopyalayaq, instance kimi kopyalayırıq. Gücünü azaldaq, ekspozisiyamızı biraz da çoxalda bilərik. Renderdə görürük ki, bu hissəmiz qaranlıqda qalır. Ona görə buradan fake olaraq bu light'ı kopyalaya bilərik, amma copy kimi və gücünü azaldırıq. Burada da işıq var. Ayrıca əgər işığımız azdırsa, əlavə olaraq yeni rectangle çəkə bilərik. Corona Light rectangle formasında. Bu bizim əlavə işığımız olacaq. Daha yumuşaq kölgələr əldə etmək üçün və bunun gücünü azaldırıq. Buna dərəcə verə bilərik. 0. Əsas işıqlandırmamız hazırdır. Bəzi fake işıqlardan istifadə edə bilərik. Məsələn, bura çox qaranlıqsa, buranı işıqlandıra bilərik. Corona Light yaradırıq. Rectangle. Burada gücünü biraz artıra bilərik. Çox yox, biraz. Bura zaten kölgə olan yerdir, tünd olmalıdır. Bizim məqsədimiz realistik render əldə etmək. O render əldə etmək üçün 80% rol oynayan işıq və kölgədir. İşıq və kölgəni qəşəng maraqlı yaratsaq, qalan o 20% sadəcə materiallar. Sən də işıqlandırma prosesini və materialları dəqiq və düzgün yaratmaq istəyirsənsə, kanalımıza abunə ol, yeni dərslərimizi qaçır.